göz yorğunluğunu azaltmaq üçün müəyyən bir üsullar var. Misal üçün olaraq kitab oxuyuruqsa, kompüterdə işləyiriksə, telefonda işləyiriksə, nəyisə bir baxırıqsa, ya asılıb qalırıqsa, bu yaxın məsafədə olan yaranan gərginlikdir. Bunu davamlı etməməliyik. Yəni, heç olmasa hər 45 dəqiqədən bir, ya 1 saatdan bir, 10-15 dəqiqə pəncərə qabağında uzağa baxmaqla fasilələr verməliyik. Onda göz yorğunluğu bir xeyli azalmış olar. Gözümüzün nəm olmasını nəzarət etməliyik. Lazımdırsa süni göz yaşı işlətməliyik. Çox uzun müddət işləyiriksə. Bir də daha çox gün ərzində çalışıb 1 saat heç olmasa yürüməliyik və həmən o arada da telefondan ya başqa gadjetlərdən istifadə etməməliyik. Bu xeyli göz yorğunluğunun önünü ala bilər. Və eynəkdə olan insanlar isə eynəklərini və gözlərini yoxladıb düzgün eynəklə təmin etməlidirlər özlərini ki, həmən yorğunluğu qazanmasınlar.